Herkese salam dostlar, kanalıma ve videoma hoş geldiniz. İlk dəfə gəlirsinizsə mən Nigar. Bu gün sizlərə Instagramda, TikTokda, ümumiyyətlə hər yerdə məndən ən çox soruşduğunuz sual olan necə 644 bal topladım, necə tibb tələbəsi oldum, bunu nələr etdim, bununla bağlı bir video çəkirəm. Bəli, bu gün burada cavablandıracağım və sizlərə bir neçə məsləhətlər verəcəm. Videoya keçmədən qabaq kanalıma abunə olmağı və məni dəstəkləməyi unutmayın. Bunlar əlavə digər hesablarımdan da, Instagramda və TikTokda ikisində də olduqca aktivəm. Bunlardan da məni takip etməyi, izləməyi unutmayın. İndi isə keçək videoya. Dostlar, abituriyent olmaq çox çətindir. Həqiqətən biraz çətindir. Yəni mən də abituriyent olmuşam, o dövrlərdən keçmişəm. Bu videoda nələr etməli olduğunuzu, nələr etməməli olduğunuzu, abituriyentlərin mənim fikrimcə etdiyi səhvləri bu gün bu videoda sizlərlə müzakirə edəcəyik. Eyni ilə də mənim keçdiyim yol və biraz da 4-cü qruplara məsləhətlərim olacaq. Çünki özüm də 4-cü qrup olmuşam. Yəni bu videoda biraz söhbət eləməyə çalışacağıq. Dostlar, ümumiyyətlə əgər bir abituriyentsəniz, bilməli olduğunuz 3 əsas qayda var. Bu arada bu videoda deyəcəyim hər şey mənim öz fikrimdir. Yəni siz mənim fikrimlə razı olmaya bilərsiniz falan filan, yəni öz məsləhətlərinizdir. Burada sadəcə mənim öz şəxsi fikirlərimdən bəhs edəcəm. 1. Disiplinli olmaq, 2. Çox çalışmaq, 3. Özünə inanmaq. Birinci başlayaq onda qayda 1-dən. Disiplinli olmaqdır. Disiplinli olmaq çox çətindir, bilirəm. Həqiqətən dəhşət çətindir. Yəni nədir disiplinli olmaq? Necə olunur disiplin? Disiplinli olmaq biraz pis çıxa bilər. Özünüzü tərbiyə etmək deməkdir. Bir nümunə göstərməksə, məsəl üçün, özünüzə bir it alırsınız və bu iti sizin evinizin qaydalarına uyğun yetişdirməyə çalışırsınız, əhəlləşdirməyə çalışırsınız. Və itə deyirsən ki, məsəl üçün də, burada yemək yesin. İt buna uymur, hə? Sən iti məcbur edirsən ki, gələsən burada yeməyi yeyəsən, o yanı bu yanı yoxdur. Biraz elə, biraz belə, üstünə hissənə, məcbur eləyə, itə sonunda gəlib orada yemək yeməsini öyrədirsən. Disiplin də biraz belədir. Biraz bu şəkildə nümunə göstərdim. Xoşunuza gəlməyə biləcək, amma həqiqətən belədir. Yəni özünüzü məcbur eləməyi öyrənməlisiniz. Çünki biraz çətindir. Yəni 9-cu sinifə qədər həyatınız yəni rahat ikən, 9-cu sinifdən sonra artıq dərslərə yönəlirsən, dərslərin olur, çoxlu hazırlıqlara gedirsən, vaxtın olmur. Bu şəkildə həyatı yaşamaq biraz çətin olur. Ona görə də özümüzü bu yöndə disiplinə eləyəcəyik. Yəni məcbur eləyəcəyik ki, sən bu gün bu dərsi oxuyub çatdırmalısan. Təbii ki, plan qurmalısan, gün içində plan qurmalısan. Baxın, mənim sizə məsləhətim odur ki, həftə içi plan qurmayın. Gün içində plan qurun. Gün içində plan qurmaq sizi daha verimli eləyər, nəinki həftə içi plan qurmaq. Çünki o həftə içi qurulan planlara heç birimiz əməl eləmirik, dürüst olaq. Mən öz üstündə misal göstərsəm, səhər oyanırdım, yemək yeyəndə fikirləşirdim, ya hazırlığa gedəndə, ya məktəbə gedirəndə. Məsələn, deyirdim ki, bu gün məktəbə gedəcəm, sabah falan dərsin kitabını aparacağam. Bu dərs boyunca, məktəbdə olduğum boyunca mən bu dərsi oxuyub çatdıracağam. Evə gəlirsən, hə, hazırlıqlardan bu saatda çıxırdım, bu saatda evdə oluram və bu saatda da gəlib dincələcəm. Bu saatda da dərsə başlayacağam. Bu şəkildə planımı qururdum və o şəkildə də həyatımı hərəkət etməyə çalışırdım. Öncəliyiniz dərsləriniz olsun. Deməli, nə etdik? Disiplinli oluruq, özünüzü tərbiyələndiririk. Qayda 2. Çox çalışmaq. Dostlar, çox çalışmalısınız. Həqiqətən, əgər yüksək bal istəyirsinizsə, davamlı təkrar etməlisiniz. Dərsiniz üstündə çox çalışmalısınız. Bilmədiyiniz şeylərin üstündə, səhvlərinizin üstündə çox dayanmalısınız. Vaxtında, saatında düzgün çalışmalısınız. Və son olaraq 3-cü qayda, ən önəmli qaydalarımızdan biri də özünüzə inanmaq. Uşaqlar, baxın, çox çalışa bilərsiniz, çox oxuya bilərsiniz, hətta disiplinli belə ola bilərsiniz. Amma sizin bu yolda özünüzə inanmanız yoxdursa, maalesef edə bilməyəcəksiniz. Heç kəsə qulaq asmayın, özünüzə olduğunuzdan çox inanın. Sən bunu edəcəksən, bu qədər, bu mentalitetlə gedin, başa düşdünüz? Bu yolda sizdən başqa dostunuz yoxdur, sizdən başqa dayağınız yoxdur. Bunu unutmayın. İndi isə gələk abituriyentlərin mənim gözümdə etdiyi səhvlər barəsində danışaq. Abituriyentlərin mənim gözümdə etdiyi birinci səhvlərdən biri də başqa yüksək bal toplayan insanların planları ilə hərəkət etmək. Dostlar, baxın, yüksək bal toplayanlarda məsləhət ala bilərsiniz. Bu sizin ən doğal haqqınızdır, bunu mən də eləyirdim. Amma onların disiplini və onların həyat stilindən getməyə çalışmayın. Yəni sizi batıra da bilər, sizi sudan çıxarda da bilər. O insanın özünə məxsus həyatı var və o insan öz həyatına uyğun plan qurur. Sənin öz həyat tərzin var və çalış öz həyat tərzinə uyğun plan qur. Mən özüm heç vaxt yüksək bal toplayan abituriyentlərin planlarından hərəkət etməmişəm. Çünki bir dəfə hərəkət etdim, gördüm ki, uymur da. Qardaş, bu insanla mənim
yəni şeyim uymur, həyat tərzim uymur. Sizin üçün nəyin doğru olacağını, nəyin düzgün olacağını, nəyin yanlış olacağını sizdən başqa heç kəs bilmir və buna görə uydurun. İkinci səhvliklərdən biri də başqa abituriyentlərlə özünüzü qıyaslamaq. Tutaq ki, sən 10-cu sinifsən və sənin hazırlığa getdiyin bir müəllimənin 11-ci sinif çox super oxuyan bir abituriyenti var. Və o gedir imtahandan az nəticə yazır. Və sən başlayırsan ki, səndə belə bir mentalitet yaranır ki, ayda o qız belə yüksək bal topladı, getdi bu aşağı bal topladı. Deməli, mən ondan zəifəm, mən gedib daha az bal toplayacağam da. O eləyə bilməzsə, deməli, mən də eləyə bilməyəcəm. Başlayırsan ki, özünü qorxudursan. Bu nə edəcək? Sənin özünə olan inamını da itirəcək. Sənin qurduğun planları da darmadağın eləyəcək və sənin həyatını alt-üst edəcək və sən gedib heç bir uğur qazana bilməyəcəksən. Bütün əziyyətlərin həba olacaq. Bu səhvliyə yol verməyin dostlar. Mənim getdiyim bir müəllimənin bir abituriyenti vardı. Qız 700 ballığa namizəd idi. Amma getdi 400 neçə bal topladı. Mənim padruqam başladı özünü onunla qıyaslamağa. Dedi ki, o qız toplaya bilmədisə də mən də toplayamayacağam. Amma mən onu eləmirdim. Dedim ki, o insanın öz kaderidir də, o insanın öz həyatıdır. Deməli, bir şeylər təs getdi ki, o onu bacara bilmədi. Ya da bu onun üçün xeyirli olmadı ki, bu onu eləyə bilmədi. Niyə mən bunu onu özümdən qıyaslamalıyım? Niyə o eləyə bilmədisə mən eləyə bilməyim? Və mən onu özümdən qıyaslamamağa başladım və mən getdim elədim. Özünü qıyaslayan padruqam eləyə biləcəyi halda eləyə bilmədi. Çünki özünü qıyasladı və bu onun özünə olan inamını itirdi, həyatını alt-üst elədi, bütün planlarını darmadağın elədi və heç bir nəticədə varanmadı. Ona görə bu səhvliyə yol verməyin. Hər kəsin öz həyatı var, hər kəsin öz getdiyi yol vardır. Ona görə də çalışın özünüzü heç bir abituriyentdən qıyaslamayın. Mənə ən çox gələn suallardan biri də səncə gecə dərs oxumaqmı, gündüz dərs oxumaqmı? Uşaqlar, bunu da ən yaxşı biləcək olan sizlərsiniz. Tutaq ki, sınayın. Bir dəfə gecə oturun, saat 3-ə 4-ə qədər dərs oxuyun. Bir dəfə də səhər tezdən oturun, dərs oxuyun. Baxın görək hansı sizə daha çox verim qazandırır. Mən səhər tezdən durub dərs oxuya bilmirdim. Səhər yuxudan oyanan kimi beynim tormozlanır və mən dərs oxuya bilmirdim. Ona görə mənim üçün ən yaxşı oxuya bilmək saatı gecə idi. Amma məsələn, mənim bir padruqam vardı. O saat 3-də oyanıb dərs oxuyurdu və onun üçün daha verimliydi. Amma mənim üçün uyğun deyildi. Yəni bunu da siz ən yaxşı siz bilərsiniz. Ona görə də çalışın özünüz sizə yaxşı olan nədirsə o şəkildə plan qurun və o şəkildə davam edin. Digər bir səhvlərdən biri də mən görürəm ki, abituriyentlər gedir sınağa, başlayırlar o sınaqdan az bal toplayırlar və motivasiyalarını buna görə də itirirlər. Deyirlər ki, birinci sınaqdan başlayırlar, deyirlər ki, az yazdı, mən bunu eləyə bilmirəm. Və ya tutaq ki, otururlar, ilk dəfə hazırlığa gedirlər, ilk dəfə fizika oxuyurlar, tutaq ki, fizikanın testini yaxşı yaza bilmir, deyir ki, yaxşı mən yaza bilmirəm, deməli mən bunu bacaramayacağam. Hələ sən bismillah təzə başlamısan. Nə olub? Bu nə motivasiyasızlıqdır? Yəni nə aidiyyatı var? Sınaqlardan az yazmağın bu demək deyil ki, sənin gedib qəbulda az nəticə yığacaqsan. Xeyr, elə bir şey yoxdur. Sınaqlardan az yazmağın sənə işarədir ki, sən səhvlərin nə olduğunu biləsən, dərk eləyəsən və onun üstünə düşəsən. Baxıram ki, gedirlər, məsəl üçün sınaq imtahanı verirlər. Mənim ətrafımdakı abituriyentlərdə də belədir. Gedir sınaq imtahanı verir, gəlir, az yazdı, onun üstünə düşmür. Sonra o birisi sınaqda gedir, yenə eyni səhvə yol verir. Deməli, burada nə nəticə çıxardasınız? Uşaqlar, sınaq imtahanlarından yığdığınız bala yox, etdiyiniz səhvlərə fokuslanacaqsınız. Ki, sən niyə burada səhv eləyirsən? Sən bu mövzunu yaxşı başa düşmüsən, amma gedib burada səhv eləyirsən. Nə? Niyə? Bunu eləməlisiniz. Yoxsa yığdığınız ballara fokuslansınız da elə ilk sınaqdan gedin motivasiyanızı itirin. Mən bunu bacarmıram da. Unutmayın, getdiyiniz yolda çətinliklər çox olacaq. Bunlardan biri də məsələ bu sınaqlardır. Məsələ bu testlərdir. Dostlar, abituriyentdə müşahidə etdiyim digər bir səhvlərdən biri də abituriyentlərə çox çalışmalısan deyəndə elə bilirlər bəlkə dayanmadan çalışmalısan, nəfəs almamalısan, gecəni yatmamalısan, yemək yeməməlisən, ancaq oxumalısan. Bütün günün kitabın üstündə keçməlidir. Elə bir şey yoxdur dostlar. Bəli, çox çalışmalısan, bu ayrı məsələ, amma keyfiyyətli çalışmalısan. Bax, istirahətə də fikir verməlisən, qidava da fikir verməlisən, yuxuva da fikir verməlisən. Unutma, sən bir insansan, robot deyilsən. Sənin beynin bir orqandır. Necə ki, o yorula bilər. Beynin yorulmağı o qədər əziyyətli bir şeydir ki, uşaqlar, onu toparlamaq çox çətin olur. Mən 11-ci sinifin başında bu psixologiya ilə başladım dərs oxumağa. Gecəni gündüzümə qatdım. İnarsınız, yuxu nə idi mən bilmirdim. Allah haqqı, bax, saat 1 saat, 2 saat yatırdım ya yatmırdım da. Elə bir şey idi. Yeməyi zar-zor yeyirdim, ancaq dərs oxuyurdum da, başa düşdünüz nə demək istəyirəm. Mən hardasa bir dekabra yaxın idi ki, mənim beynim başladı çökməyə. Mən əvvəllər quizləri 100 nəticə yazırdımsa, indi gedirdim aşağı yazırdım, 60-70 yazırdım, 600-700 yazırdım. Və mən şoka girmişdim ki, necə ola bilər də? Yəni mən oxuyurdum, oxuduğum dərsdən heç nə başa düşmürdüm, testləri yaza bilmirdim. Bəs mənim müəllimim deyir ki, sən şu an beynin çöküb.
Oturmalısan, sən istirahət eləməlisən. Və mən risk aldım. Bəli, 11-ci sinifdə bu riski gözə aldım. 2 günlük dərsin başını buraxdım. Həmin ərəfədə də mənim qohumumun toyu idi rayonda. Getdim qohumumun toyuna. 2 gün dərs üzü açmadım. Hazırlıqlara getmədim, kitab üzü açmadım. Getdim qohumumun toyunda, rayonda biraz kənd havası, o qızla biraz, yəni o insanlar falan. Başıma qarışdırdım. Yəni dərs falan düşünmədim və mənim beynim ondan sonra toparlamağa başladı. Ondan sonra yenidən full odaq dərsə başladım, amma bu dəfə strategiyamı dəyişdim. Yəni istirahətimə daha da çox önəm verməyə başladım, əyləncəmə və yuxuma, qidama önəm verməyə başlayaraqdan başladım çox dərs çalışmağa və bu şəkildə mənim dərs oxuma keyfiyyətim artdı. Yəni 24 saat sizin əlinizdədir. O 24 saatı düzgün bölməyi öyrənin. O 24 saatın 8 saatını dərs oxumağa, 8 saatını istirahətinizə, nə bilim, qidanıza, əyləncənizə, 8 saatınızı yuxuya bölməyi öyrənməyə çalışın. Bunu etməyi öyrənin, əks təqdirdə alınmayacaq. Uşaqlar, mənə verdiyiniz digər bir suallardan biri də çox absurd bir sualdır, amma bunu da cavablandırmaq istəyirəm. Abituriyent vaxtı sevgi həyatımız ola bilərmi? Uşaqlar, mənim fikrimi soruşsaz, məncə yox. O dönəmlərimiz bizim stresli olur. İmtahan stresi, dərs stresi, oxumaq stresi zaten bizim həyatımızı və bizi yüklüyür, mental sağlığımızı yüklüyür. İkinci dəfə olaraq sevgi həyatını da əlavə eləsək ki, o yaşlarda sevgi həyatı çox toksik keçir. Deyə bilmərsiniz ki, çox olğun keçir. Xeyr, çox toksik keçir. Ayrıca bir stresli keçir və o sizə əlavə stres qatıb həqiqətən mental sağlığınızı ciddi şəkildə çöktürə bilər. Sizi dərslərdən yayındıra bilər. Sizi kapasitenizdən, olduğunuz insandan çıxara bilər. Ona görə də mən sizə məsləhətim, sevgi həyatınızı abituriyent dönəmində askıya alın. Baxın, ikisini bir yerdə yürüdə bilirsinizsə, bu okeydir. Yəni, həqiqətən, əgər deyirsənsə ki, mənim sevgi həyatım, tutaq ki, oğlan məndən ayrıldı, getdi, bu mənə mental sağlığıma heç bir təsir göstərməz, okey, davam elə. Amma yox, görürsən ki, bu sənə mental sağlığına təsir göstərir. O insanın bəsit bir hərəkəti səni dərslərindən yayındırmağa bəs edir, at getsin. Mənim müəlliməm bizə belə bir məsləhət verdi ki, o insan sizin həyatınızda doğru bir insandırsa, sən ona desən ki, ayrılaq, o səni gözləyəcək. O səni anlayacaq və sənə sərbəst buraxacaq. Əgər yox, doğru insan deyilsə, sən elə onun başını buraxsan, o çıxıb gedəcək, öz həyatını yaşayacaq. Yəni, demək istədiyim odur ki, o yaşlarınız sizin full xəyallarınıza odaqlanma, fokuslanma yaşınızdır. Sevgi həyatın başını buraxın yəni. Və üçüncü qaydamız uşaqlar özünə inanmaqdır. Bəli, dostlar, inanın mənə, başarının, uğurun 50%-i özünə inanmaqdan gəlir. Çünki motivasiya çox böyük əhəmiyyət kəsb edir. Motivasiya çox böyük rol oynayır ki, motivasiya da özünə inanmaqdan irəli gəlir. Yəni, sənin bu yolda özünə inanman böyükdürsə, inan mənə səni çox yaxşı şeylər bacaracaqsan. O çətinliklərin öhdəsindən də gələsən. Baxın, mən 9-cu sinifə qədər yaxşı oxumamışam dərslərimi. Məktəb vaxtı o qədər də yaxşı deyildim, həqiqətən. Və mən deyəndə ki, mən tibb tələbəsi olmaq istəyirəm ki, bu mənim uşaqlıqdan xəyalım olub. Mən tibbə verəcəm, mən həkim olacam, mən yüksək bal toplayacam. Mənim ətrafımdakı insan, ay, sən yüksək bal toplaya bilərsən. Əşini gəl, məncə başını burax. Hətta mənim ailəm məni musiqiyə qoymuşdu ki, mən tibbə getməyim, girə bilməsəm, musiqiyə gedim. İnanırsınız o dərəcə yəni. Ancaq məni ayaqda tutan, məni xəyallarıma daha da çox bağlayan və bu yola başlamağıma səbəb olan tək bir şey var idi, özümə inanmağım. Mən bilirdim ki, mən bunu bacaracağam. Bu yolda mən mübarizə aparsam, mən bunu bacaracağımı bilirdim. Bacardım da və xəyallarıma gedən yolun başındayam. Uşaqlar, yəni bu yolda qısaca 3 dənə meymun oynayasınız. Çar, kör, lal. Bu 3 meymunu oynamağı bacarmalısınız. Yəni insanlar nə deyər, nə deməz. Bax, qulaq asmayacaqsınız. İnsanların sözünə qulaq assınız, həyatınız ziblə gedəcək. Kör olmalısınız. Məsəl üçün, min nümunə göstərim buna. Tutaq ki, sən gedirsən məktəbdə imtahana, sınaq verirsən, mırta. Tutaq ki, o insan gəlir köçürdür, səndən daha yüksək nəticə yazır və sən biraz ondan aşağı yazırsan. Başlayırlar insanlar onu daha da çox qabartmağa ki, bu insan çox oxuyur ki, bu hamımızın başına gəlmiş bir şeydir və səni qəbulana bilmirsən, sən gözlərindən görmüsən ki, bu insan oxuyur. Boş ver, fikir vermə. Vaxt gələcək, zaman hər şeyi göstərəcək ki, kim nədir, kim nə deyil. Sən özünə fokuslanmalısan. Üçüncü olaraq da susmalıyıq. Planlarınızdan bəhs etdiyiniz an o planlar sıfıra, suya düşəcək yəni. Ona görə də susmağı öyrənməlisiniz. Xəyallarınız haqqında heç kəsə bəhs etməməyi öyrənməlisiniz. Bu 3 meymunu oynayacaq bu yolda dostlar. Və təbii ki, özümüzə inanacağıq. Mənə verdiyiniz ən çox suallardan biri də
Abituriyent vaxtı sosial şəbəkələrim varmı idi? Bəli, dostlar, var idi. Instagramım da var idi, hətta TikTokum da var idi. O zamanlar aktiv deyildim təbii ki də, nə Instagramda, nə TikTokda. Mən istirahət ərəfələrimdə o sosial şəbəkələrə girirdim. Yəni dərs oxuyan momentdə o sosial şəbəkələr mənim üçün o qədər də önəmiyyət daşımır. Bir bəhanədir dostlar. Instagramda, TikTokda siz dərs oxuya bilmirsiniz deyə istifadə etdiyiniz bir bəhanədir. Yəni dərs oxuya bilən hər türlü oxuyar yəni. Boş şeydir. Instagramda sual-cavab anket elədim və mənə bir neçə suallardan verdiniz. Bunlardan istəyirəm ki, bir neçəsinə cavab verim. Birinci başlamaq istəyirəm bu sualdan. Kimyadan necə oxuya bilərəm? Uşaqlar, kimya çətin fəndir deyə bilərəm həqiqətən, amma mənim abituriyent vaxtı ən çox sevdiyim fənlərdən biri olub. Kimyanı birinci qaydaları yaxşı oxumalısınız və qaydaları dərk etməlisiniz. Reaksiyalar üstündə də işləməyi öyrənməlisiniz. Daha sonra çoxlu testlər işləməlisiniz. Yəni ümumiyyətlə riyazi fənlərdir ki, bu hesablamalı fənlər, hansı ki, kimyadır, fizikadır, riyaziyyatdır. Bu tip fənlərin öhdəsindən gəlmək istəyirsinizsə, çoxlu onların üzərində testlər işləməlisiniz. Gözünüzü testlərə alışdırmalısınız və testlərin içindən çıxmağı, yəni necə çıxmalısınız, necə işləməlisiniz, bunları bilməlisiniz. Necə ki, bir həkim bir əməliyyat edə bilməyi üçün çoxlu şəkildə onu praktika eləməlidirsə, bu da elə bir şeydir. Yəni çoxlu testlər işləyərək, sualların cavablarını araşdıraraq, səhvlərinizin üstündə dayanaraq siz kimyanı öhdəsindən gələ bilərsiniz. Digəri fizika. Fizika çox çətindir. Yəni mən fizikaya sıfırdan başlamışdım. Həqiqətən dərk etməsi çox çətin bir fəndir. Əgər riyaziyyatınız yaxşıdırsa, xüsusilə də həndəsə bacarığınız çox yaxşıdırsa, fizikanı məncə bəzi yerlərdə bacara biləcəksiniz. Amma tutaq ki, fizikanı yaxşılaşdırmaq istəyirsinizsə, onun da üzərində çoxlu testlər işləməlisiniz. Mən fizikanı bilirsiz nə vaxt dərk etməyə başlamışdım. Attestat fənlərimi verdim ha. Attestat fənlərindən sonra dərk etməyə başlamışdım. Yəni onda çoxlu testlər işləyərəkdən bacara bilərsiniz deyə düşünürəm. Və biologiya. Bütün abituriyentlərin sizə and içə bilərəm 4-cü qrupların nifrət elədiyi fənlərdən biridir biologiya. Ki mənim də nifrət elədiyim fənlərdən biridir. Çox qarışıq fəndir. Biologiya ekstra bir məntiq istəmir. Bəzi yerlərdə məntiq istəyir, bəzi yerlərdə o qədər də böyük məntiq istəmir. Biologiya əzbərdir. Çoxlu təkrar eləməlisiniz, davamlı təkrar eləməlisiniz və ki, beyniniz onu algılasın. Bir də sizə bu təkrar etmək baxımından belə bir məsləhət verə bilərəm ki, çalışın təkrarlarınızı gecə yuxuya getmədən qabaq edin. Çünki insan bir şeyi, yeni bir məlumat öyrənəndə beyində elə bir onunla bağlı bir yol cızılır. Və sən eyni məlumatı davamlı öyrənsən, getdiyi yol yenidən elə bir daha da dərinləşir. Və dərinləşdiyi üçün o daha da yaxşı yadınızda qalır. Yuxu, yəni yatmaq, o məlumatın oraya həkk olunmasını daha da gücləndirir. Ona görə yuxu rejiminizə fikir verdikdən sonra da gecə, yəni yatmadan qabaq çalışın dərslərinizi o vaxt təkrar edin. Belə, yəni blok fənlərini çoxlu təkrar etməlisiniz, dərk etməlisiniz, o şəkildə də çoxlu testlər işləməlisiniz ki, biləsiniz. İndi isə bu sualı cavablandırmaq istəyirəm. Motivasiyamızı necə yüksəldə bilərik sualı. Çox maraqlı sualdır uşaqlar. Yəni bu məndə də olurdu. Həqiqətən bir gün elə olurdu ki, motivasiyam super idi, dərs oxuyurdum. Səhərsi günü motivasiyam ölürdü və dərs oxumaq istəmirdim. Bəsit bir şəkildə başlaya bilərəm ki, motivasiya videolarını izləyə bilərsiniz. Ki bu məncə motivasiyanı yüksəltməyə kömək edir. Yəni mənə görə insanın ən yaxşı motivatoru özüdür. Həqiqətən, yəni özünüz özünüzə motivasiya verməyi bacarın. Tutaq ki, otururdum, dərs oxuyurdum. Dərs oxuduğum yerdə motivasiyam düşürdü. Bilirsiniz nə edirdim? Gözümü yumurdum, dərsi qoydum qırağa. Gözümü yumurdum, bir müddətli xəyal qururdum. Sanki yüksək bal toplamışam, universitetə girmişəm və insanlar məndən sual soruşur ki, necə etmisən və ya insanların təriflərini sanki xəyal edirdim də, bunu başa düşdünüz nə demək istəyirəm. Və o şəkildə mənim motivasiyam yerinə gəldi. Yəni xəyal edirdim ki, mən bunu bacarmışam. Və motivasiyam yerinə gəldi, yenidən elə bir dərs oxumaq istəyirdim ki, mən bunu bacarmaq üçün nə etməliyəm? Dərs oxumalıyım. Başlayırdım öz-özümə dərs oxuyurdum. Uşaqlar, motivasiyanı kiçik bir şeylərdən də qaldıra bilərsiniz. Məsəl üçün, baxın, ətrafınızda hər şey sizə motivasiya verə bilər. Bəsit bir ağacın həyat tərzi sizə böyük bir motivasiya ola bilər. Ağacın həyat tərzinə baxsaz, görürsünüz ki, ağac nə edir? Payızda başlayır, xəzan hadisəsi baş verir. Yarpaqlarını tökür, gözəlliyini itirir. Ağac özünü elə bir qışa hazırlayır və başlayır qışın fırtınasına, soyuğuna, yağışına, ildırımına ona tab gətirməyə. Kökləri ilə dirənir ki, mən bu savaşı qazanacağam da. Yəni o soyuq ki qış keçdi ha, o sərt qış keçir ha. Əgər ağac buna tab gətirə bilirsə və çiçəklənir, meyvələr olur. Əgər siz də günün sonunda çiçək açıb bar vermək istəyirsinizsə, soyuq bir qışdan keçməlisiniz. Bu yol sizə çətin ola bilər.
Yolda hər şey sizin motivasiyanızı sala bilər. Dərsi başa düşməyə bilərsiniz, bu sizin motivasiyanızı sala bilər. Sınaqlardan yaxşı nəticə yığmaya bilərsiniz, bu sizin motivasiyanızı sala bilər. Ətrafınızdakı insanlar sizin motivasiyanızı sala bilər. Amma siz nə etməlisiniz? Siz ağac kimi onlara dirənməlisiniz. Bu yoldan vaz keçməməlisiniz. Hər şeyi dirənməlisiniz. Necə ki ağacın ən böyük düşməni qardır, doludur, borandır, qışdır, soyuqdur, sizin də ən böyük düşmənləriniz onlardır. Və bilin ki, siz ilk dəfədən vaz keçmisinizsə, siz o yola deməli heç başlamamısınız. Ona görə də videomuzun adından göründüyü kimi, xəyallarımıza gedən yol çətindir. Hər əncəlin öhdəsindən gəlməyi bacarmalıyıq. Və bilin ki, günün sonunda o qapı sizi gözləyir, o qapını açıb o dünyanıza girəcəksiniz. Digər bir sualımız da budur, az oxumaqmı, çox oxumaqmı bağlı. Mən bundan bayaq biraz bəhs etdim. Az oxuyub keyfiyyətli oxumaq mənim üçün daha önəmlidir. Bir də sizə belə bir çalışma taktikaları verə bilərəm ki, tutaq ki, oxuduğunuz dərs sizin yadınızda qalmır, hə? Bu dərsi siz necə oxuya bilərsiniz? Sanki siz bir müəllimsiz və qarşınızda bir tələbə oturub və siz o tələbəyə dərs başa salırsınız. O şəkildə oxuya bilərsiniz. Özünüzü müəllim kimi aparın. Vərəq qoyun, dərsi elə bir vərəqdə özünüz şəkildə sxemləşdirərək oxuyun. Danışın öz-özünüzə. Ya da sanki bir insan oturub o insana dərs danışırmış kimi danışın. Bu şəkildə o dərs sizin ağlınıza çox qəşəng həkk olunacaq ki, bu mənim uşaqlıqdan elədiyim bir şeydir. Sonradan öyrənmişəm ki, bu dərs oxumaq taktikasıdır. Daha sonra 25 dəqiqə dərs, 5 dəqiqə istirahət metodu ilə də dərs oxuya bilərsiniz. Bu arada bu 25 dəqiqə dərs, 5 dəqiqə istirahət metodunu testlərdə eləyin. 25 dəqiqə test işləyin, 5 dəqiqə istirahət verin. İstirahətinizi qəti surətdə telefonla verməyin. Telefon sizin istirahətinizi 5 dəqiqə yox, 50 dəqiqə eləyəcək. Məsələn, oturun divara baxın ya da çıxın biraz balkonda hava alın o 5 dəqiqə müddətində. Bir meyvə yeyin. Özünüzə bir hədiyyə qoyun ki, mən 50 dəqiqə ya da 1 saat bu dərsi oxuyub bitirsəm 1 saat içində. Ya 1 saat içində bu qədər test işləsəm, mən gedəcəm alma yeyəcəm. Biraz qəribə səslər, amma elə bir şey qoyun. Və sən elə bu deyəsən ki, bunun sonunda alma yemək var, o almanı yemək var. Başlasan test dərsləri oxuyursan və 1 saat içində onu çatdırasan ki, sən gedib o almanı yeyəsən. Amma təbii ki, test deyəndə o çora şımala yox ha, qəşəng oxumaq. Başa düşdünüz nə demək istəyirəm? Bu şəkildə dərs motivasiyanızı artıra bilərsiniz. Və belə bir sual gəlir, səncə tibb oxumağa dəyər? Dəyər. Əgər tibbi istəyirsinizsə, həkimlik istəyirsinizsə, bəli, bu əziyyətə dəyər. Və dostlar, biraz dərs oxumaq haqqında danışdım, biraz da imtahan ərəfəsi haqqında danışmaq istəyirəm. Demək, imtahan ərəfəsi nə etməlisiniz? Çoxlu təkrar edin və çoxlu test işləyin. Bu bir. İkincisi, imtahana mənim sizə məsləhətim bir gün qalmış. Dərs oxumağın başını buraxın. Elə bilirsiniz ki, o dərs oxumaqsınız bir gün qalmış. Hər şey sizin yadınızdan çıxıb. Xeyr, əslində yadınızdan çıxmayıb. Dost sizə elə gəlir. Bir gün qalmış, hətta siz dərsi oxumağı buraxsaz, o sizin beyninizdə tam-tamına elə bir oturacaq ki, nə hardaydı, nə harda deyil. Başa düşdünüz nə demək istəyirəm? İmtahan ərəfəsi həyəcanlanmaq var. Yadınızda saxlayın. Bir abituriyentin imtahan ərəfəsi ən böyük düşməni həyəcan. Baxın, gözünüzdə qorxutmağa ehtiyac yoxdur. İnanın mənə imtahanı verəndən sonra çıxıb gedəsiz ki, deyəsiz, ay Allah, mən buna ilə bu boyda stres keçirdirdim. Həqiqətən, qəbul imtahanı asan düşür. Sadəcə siz o qədər böyük stres və həyəcanla gedirsiniz ki, o suallar sizə bir canavar kimi gəlir. Elə bir şey yoxdur. Rahat olun, relax olun. Çalışın imtahan günü heç kəslə danışmayın. Çünki o insanlar stresslidir, başlayacaq səni də stressə soxacaq. Bax, mən blokun birinci ərəfəsi, birinci mərhələsində gedəndə başladım bir qızla kontaktda girdim. Qız həyəcandan əsir deyə ölür. Bıraxsaydım özündən gedəcəkdi, Allah haqqı. Mən də başladım əsməyə. Həqiqətən, o qıza qoşuldum, mən də həyəcanlandım. Dodaqlarım əsir yayın istisində. Ay Allah, bir həyəcanla getdim, hər şeyi qatdım bir-birinə, yaza bilmədim, istədiyim nəticəni ala bilmədim və bunun 3 gün depressiyasına girdim, əziyyətlərim heç oldu. İkinci dəfə gedəndə heç kəslə kontaktda girmədim və getdim çox da yaxşı nəticə yazdım. Tutaq ki, imtahana girmisiniz, həyəcanlısınız və testlər sənin gözünə belə canavar kimi gəlir. Testi bük, qoy qırağa. Başla düşünməyə. Sevdiyin bir mahnını düşün. Ya da xəyal elə ki, imtahandan sonra cənnət səni gözləyir. Yəni imtahandan sonra canın qurtardı, kef eləyəsən. Bunu düşün və bu şəkildə də sən həyəcanını azaltmağa çalış. Sonra aç testi, başla o şəkildə işlə. Özünə elə bir əmin ol ki, o həyəcan getdi, başla testi o şəkildə işlə. Digər bir şey, vaxtla işləməyi öyrənin. Dostlar, imtahan ərəfəsi sizin ən böyük, yəni şeyiniz vaxtdır. Düzgün bölün vaxtı. Vaxtınızı düzgün bölsəniz, düzgün də işləyəsiniz və vaxtında dərsinizi çatdıracaqsınız. Yekun nəticə olaraq, yəni əsas bu 3 qaydaya əməl edirik. Çox çalışırıq, amma keyfiyyətli çalışırıq. Yuxumuza, qidamıza, istirahətimizə önəm veririk. Yenə də deyirəm, bu yol çətindir. Bizim məqsədimiz
ən kiçik çətinlikdən tutmuş ən böyük çətinliyə qədər bu yolu keçib sonunda istədiyimiz xəyalımıza qovuşmaqdır. İnanın mənə uşaqlar, o xəyala qovuşanda o qədər gözəl bir hissdir ki, yəni sən bunu bacardın da, yəni sənə çox böyük bir güc verir də, yəni bu şeyimi. Düzdür, mən hələ də xəyalımın və məqsədlərimin başındayam. Amma bu ən azından bir başlanğıcdır. Və sən bil ki, başlanğıca doğru addım atırsan. Xəyallarınızın arxasınca gedin. Xəyallarımıza gedən yol çətindir. Bunu unutmayın. Ancaq bizim məqsədimiz o çətinliyin öhdəsindən gəlməkdir. Çünki biz güclü insanlarıq. Bu qədər dostlar. Ümid edirəm ki, çəkdiyim video biraz çox danışmış ola bilərəm, biraz qarmaşıq danışa da bilərəm, önəmli deyil. Amma ki, ümid edirəm ki, bu video sizə faydalı olmuşdur. Sizləri sevirəm. Özünüzə yaxşı baxın. Öpdüm.